Dostlar salam, bu bizim Crescent layihəmizdir və burada gördüyümüz işlərlə sizi yaxından tanış etmək istəyirəm. Bu bizim soyuq su girişimizdir. Burada avtomatik ventil nəzərdə tutulub. Bu avtomatik ventil su sızma sistemi üçün istifadə olunacaq. Yəni evdə hardasa su sızması baş verərsə, bu ventil sistemi tamamilə bağlayacaq. Burada əlavə manual ventil var ki, istədiyimizdə onu əllə bağlaya bilək. Sonra təzyiq reduktorumuz var və sentrapur filtrimiz. Bu çox incə təmizləmə filtridir. Onun bypass sistemi. Burada yumuşaldıcı olacaq. Və bu binada mərkəzi isti su olmadığına görə bura belə bir boiler istifadə etmişik. Bu Ariston boileridir. Həm elektriklə gördüyünüz kimi teni var. Elektriklə qızdırıla bilir, həm də dolayısı yolla qızdırıla bilir. Bu sistem bizdə mərkəzi isitmə sisteminə qoşulub və avtomatik olaraq idarə olunacaq. Bura sensor yerləşdiriləcək və həmin sensor bu üç yollu ilə əlaqələndiriləcək. Boilerdə isti su bitəndə sensor mərkəzi istilik sistemini boilerə yönəldəcək və beləliklə də boilerimizi qısa bir müddətdə qızdıracaq. Boiler qızandan sonra üç yollu boilerə gedən gedişləri bağlayacaq və isitmə sisteminə işləyəcək və beləliklə də biz qışda isti suyu isitmə sisteminə qızdıracağıq. Yayda isitmə sistemi söndürüləndə artıq boiler elektriklə qızdırılacaq. Yəni bu binada bu təcrübədən istifadə olunur. Burada görə bilərsiniz ki, əks klapan və təhlükəsizlik klapanımız var və təhlükəsizlik klapanında xüsusi sifona yerləşdirilib. Yəni buradan genişlənəndə artıq su sifon vasitəsilə kanalizasiyaya axıdılacaq. Kanalizasiyanı isə divarın içində gizlətmişik. Resirkulyasiya üçün Grundfos Comfort TA nasosundan istifadə eləmişik. Gördüyünüz kimi boilerin serpentin dönüşüdür, bu girişidir. Girişində filtr var. Filtri dikinə qoymuşuq. Belə qoymaq olmaz, amma təcrübə bizə onu göstərir ki, bu cürdə istifadə eləmək mümkündür. Əgər tam ideal təmizləyə bilməsək, hər iki tərəfdə amerikankamız var. Bunu açıb qırağı təmizləyə bilərik. Bütün sistem pres sistemlərindən istifadə olunub. Bu bizim yerdən isitmə kollektorumuzdur. Qeyd edim ki, bütün mənzil yerdən isitmədir və burada biz Barberinin qarışdırıcı qurğusunu qoymuşuq nasosla bir yerdə. Çünki mərkəzi isitmə sistemindən gələn temperatur yüksəkdir. Burada temperaturu azaldacağıq və sonra hər otaqda otaq termostatı olacaq. Bu isə artıq ikinci isitmə kollektorumuzdur.